Beləliklə fasiləmiz bitdi. Sizin mesajlar da gəlir 050 442 91 92-yə. Amma mən ilk sualımı ünvanlamaq istəyirəm Fərhana, hansı ki bu barədə yəni müəyyən bizim partnyorlardan, iş adamlarından bu məlumatları və yaxud gedəndə orada da çəkiliş zamanı alırıq. Amma istəyirəm Fərhan burada özü bir Alman sürücü kimi danışsın ki, bizdə belə bir mif var da bu təkər məsələsində ki, bəs Almaniyada pul tökülüb, ona görə də onlar təkərləri bir az sürüb tulluyurlar və bizim oradan o işlənmiş təkərləri gətirənlər də, alanlar da hətta deyir ki, valla əla vəziyyətdə idi, aldım və hələ bir xeyli də sürdüm. Almanlar bunu niyə tulluyur? Yəni bax, sual budur ki, doğrudanmı Almaniyada pul tökülüb və siz kefinizdən darıxıb təkəri tulluyursunuz və bizimkilər də onu alıb gətirirlər bura? Raqib, ümumiyyətlə belə məsələyə birinci oradan başlamaq lazımdır ki, Almanlar təhlükəsizlik mövzularında çox həssasdırlar. Bəzi mövzular var ki, onlar üçün o qədər də önəmli deyil, amma bu təhlükəsizlik mövzuları onlar üçün çox önəmlidir. Bizdə misal üçün hər 3 aydan bir yanğın söndürmə şeyi olur ki, bu testləri olur ki, sən çıxasan ölkədən deyirəm, binadan və s. bir yeri yığışasan. Hardasa nəsə bir şey düzəltmək istəyirsənsə, onun 1 santimetr şeyi uyğun gəlmirsə, onu onlar sənə icazə verməyəcək, onu istehsal düzəltməyəcək. Yəni Alman standartı da bildiniz. Müəyyən bir standartlar var və o standartlara çox çalışırlar ki, qorusunlar. Və bu təkər mövzusunda da onların bilirsiniz də ADAC deyilən bir qurumu var, hansı ki bu standartları müəyyən eləyir, bunlara tövsiyələr verir və ADAC deyir ki, yay zamanı 3 mm-dən aşağı olmamalıdır təkərin protektor qalınlığı. Bəli, qalınlığı və qış zamanı isə 4-4,5-dan aşağı düşməməlidir. 4 mm yarımdan aşağı düşməməlidir. Qanuni olaraq əslində təkərin legal icazəsi Almaniyada 1,6 mm-ə qədərdir. O bütün dünyada o köhnə bir qərardır ki, yəni o vaxt qəbul olunmuş standartdır. Bunun tövsiyə olunan millimetri var və ADAC deyir ki, 4 mm-dən aşağı olmasın. Və əgər Allah eləməsin bir qəza törənirsə, bu gəlir sadəcə heç bir şeyə, yəni adi şeylərə baxmır da. Birinci növbədə həm də təkərə baxırlar ki, sığorta, məsələn. Sığorta, polis təkərə baxır ki, sənin təkərimin profili nə qədər idi, neçə millimetr idi? Və təyinatı üzrə idimi? Və təyinatı üzrə idimi? Təbii ki, əgər sən qışda qarda, yay təkəri ilə qəza törətmisənsə, hətta orada günahkar sən olmasan belə, sən günahkarsan. Və ona görə də Almanlar bir qayda olaraq təkərləri artıq 4 mm-dən aşağı olaraq başlayırlar dəyişməyə. Mən özüm də eyni qaydada. Mən misal üçün başıma hamıdan uzaq olsun, hadisə gəldi, qabağıma maşın çıxdı birdən, pensioner bir kişi idi. Mən o maşını vurdum, polis gəldi, birinci mənim təkərlərimə baxdı. Və hesabatda birinci yazılan şeylərdən biri də o təkərin millimetr qalınlığı idi. Məndə 6,5-7 millimetr idi, Michelin təkərləri idi, SUV, Mercedes Original və hətta EQ deyəsən, təyinatı üzrə. Bəli, təyinatı üzrə. Hər şey tamamilə qaydasında idi, ona görə də mənim məsəl üçün problem olmadı. Amma gəl ki, məndə əgər elə bir təkər olmasaydı, təyinatı üzrə olmayan bir başqa bir təkər olsaydı, təbii ki, bu mənim üçün böyük bir problem olacaqdı. Və deyəsən, babatda sığorta xərci var idi. Sığorta xərci təxminən, indi sən şəkilləri görmüşdün də, yəni ki, elə bir zədə yox idi, qabaq buferi biraz əzilmişdi, heç məsəl üçün bu airbaglər də, onlar açılmamışdı və təxminən bir 25 kilometr sürətli dəymişdim də. Və 17.000 avro sığorta mənə yox, daha doğrusu maşına xərc çəkdi. Mənim özümə gündəlik, maşın bir ay, təxminən 32 gün Mercedesdə qaldı. Çünki orada çox uzun bir növbə var idi maşınların hazırlanmasına və sığorta mənə gündəlik 119 avro pul verdi ki, sizin bugün maşınınız yoxdur. Yəni sən iki seçim eləyə bilərsən. Ya pul götürə bilərsən, ya da ki maşın götürə bilərsən. Mən də o pulu götürdüm, getdim özümə velosiped aldım. Yəni o verib ki, sən avtomobillə icarə götürə bilərsən, rentekar və yaxud taksi falan. Bəli. Sən də istəyirsən metro ilə özün bilərsən. Onu da sığorta şirkəti müəyyən eləmir. Onu TÜV müəyyən eləyir. TÜV gəlir sənin maşınına baxır. Deyir ki, sənin maşının bu klassda bir maşındır. Misal üçün də tutaq ki, S klassda bir maşındır və yaxud da ki, A klassda, B klassda maşındır və o klassdan bir aşağı klass olaraq
sənin maşının götürəcəyin maşının qiymətlərinə baxır. O qiymətə bərabər sənə kompensasiya təyin edir. Yəni mənə kompensasiyanı sığorta şirkəti yox, TÜV nümayəndəsi təyin elədi ki, dəyərli sığorta şirkəti siz bu adama 119 avro şey verməlisiniz. Gündəlik. Amma 15.000 avro ki, 17.000 avro ki, bəs sənin o sığorta ödədiyin pul nə idi? Yəni sığorta xərci nə qədər idi ki, 15.000, 17.000 avro onlardan ala bildin də belə deyək. Yəni bizim misal üçün də bir icbaridən söhbət gedir də. Biz icbari sığortaya tutaq ki, ödəyirik, nə bilim 100 manat, 150 manat, indi müəyyən şərtlərə görə dəyişir. Valla mən indi sığorta eksperti deyiləm, amma ümumən bütün imzaladığım sığortalardan bunu görürəm ki, icbari sığortada 1 milyon avroya qədər verə bilərlər. Bəs siz nə qədər ödəyirsiniz onun üçün illik? Məndə həm tam kasko sığortadır, həm də ki icbaridir, amma mənim sığorta şirkətimin ora heç bir aidiyyatı yox idi. Mənim sığorta şirkətim heç nə ilə məşğul olmadı. Hamısı ilə məşğul olan məni vuran adamın sığorta şirkəti idi. Onlar da verirlər icbari sığorta idi. Təxminən 400-450-500 avro illik. Yəni siz də ortalama 400-500 avro icbari sığorta pulu verirsiniz. Bunun da qarşılığında 1 milyona qədər dəymiş zərər qarşılana bilər. Burada bir məsələ də var ki, sən alman dilində Schadenfrei-Klasse deyilən bir şey var və sənin əgər yəni zədədən azad klass, sən artıq misal üçün 7 il, 8 il, 10 ildir maşın sürürsənsə və sənin zədələrin qəzan olmursa, sənin sığortaya müraciət eləməmisənsə, hə? Yox, sığortaya müraciət də texniki olaraq sığortadan pul almamısansa, onda sənin sığorta xərclərin kəskin şəkildə düşür aşağı. Bizdə də indi o sistem yeni başlayıb tətbiq olunmağa, amma kəskin deyil də, yəni müəyyən qədər var. İndi orada nə bilim 30-un neçə nisbətindən söhbət gedirdi axırıncı dəfə. Yox, bu təkər mövzusu çox həssasdır və hətta buna uyğun bir şey də əlavə eləyim ki, məndə sürdüyüm bir zamanda təkərimə mıx batdı və gördüm ki, o saat göstərdi ki, maşında qırmızı göstərir və nə bilim 2-2-yə düşdü təzyiq. Gəldim təkər dəyişmək yerinə. Deyirəm ki, bəs indi mən də Azərbaycanlıyam da, birinci dəfədir əslində mənim təkərimə belə bir mıx batır. Dedim ki, qardaş, bunu bəs şey eləmək olar, nədir onun adı? Bir o çıxartsa, kəndirlə bir bağla, bu mıxı çıxart buradan şey elə. O da gəldi, getdi, baxdı, bir dənə şey gətirdi, aparat gətirdi, o ilə baxdı. Gördü, qayıtdı ki, yox, bunun bucağı, girmək bucağı filan bucaqdadır, onu qanunla, reglamentlə bizim icazəmiz yoxdur düzəltməyə. Mən sənə onu düzəldə bilərəm, mənim üçün problem deyil onu, amma buna mənim eləməyə haqqım yoxdur, çünki mən sənə artıq bir belə də, mən buna görə sonra məsuliyyət daşıyıram. Yəni qəza riski yaradıram. Sən o vəziyyətə gəlib qəza törətsən, o da məsuliyyət daşıyır. Və açıq aydın dedi ki, sənin bu belə bil ki, mən onu salsam da, çıxartsam da, ora o məftildən qoysam da, sabahsı gün o hardasa partlaya bilər və bu sənin üçün böyük bir təhlükədir. Və istər-istəməz sən də gedib təzə təkər almalısan. Mən də getdim 400-500 avromu verdim. Suyum süzülə təzə təkər aldım. İndi bizdə məsələ nədir? Bizdə bir dənə radius təkər mərkəzi bunu Alman standartını sərgiləməyə çalışır. Deyir ki, bəli, biz bunu təmin edə bilməliyik. Biz bunun məsuliyyətinin altına girməliyik. Hərçənd ki, radius da bilir ki, Azərbaycanda heç onun maraqlanan yoxdur ki, bunun təkərini kim dəyişib. Amma sən çıxırsan radiusdan, radius sənə deyir ki, bəli, bu halda, bax, eyni halda deyir ki, Rema Tip-Top Almaniyanın bu şirkətin reqlamentinə görə biz bunu edə bilmərik. Sən təkər almalısan, çünki bu təhlükəlidir. Mən çıxıram radiusdan, gedirəm, yaxınlaşıram yolun qırağında Məmmədə. Məmməd deyir ki, kəndir 2 manat. Kəndiri salır ora, bağlayır, başından da onu kəsir, qoyur ora. Və mənim özümə eyni nümunədə onu eləyən təkər təmir mərkəzi demək olarsa, dedi ki, 1 il sənə zəmanət verirəm, get sür. Amma mən getsəm, mənim başıma bir hadisə gəlsə, nə sığorta, nə yol polisi heç kim bilməyəcək. Mən öləndən sonra da heç kim bilməyəcək ki, əslində Məmməd məni qızışdırdı ki, sür get, problem yoxdur, mənlikdir. Bizim problemimiz budur həm də. Yəni sən, Raqif, biraz savadı olan insan kimi başa düşürsən ki, yəni biraz savadı olan istənilən insan başa düşür ki, heç bir Məmməd sənə 1 illik qarantiyanı göydən verə bilməz. Yəni bu sadəcə bir söz də deyirsən, odur da elə məsələ. Və ikinci məsələ odur ki, insan gərək başa düşsün ki, öz həyatını təhlükəyə atır, ailəsinin həyatını təhlükəyə atır və qarşıda olan insanların həyatını da təhlükəyə atır. Yəni ki, böyük sürətlə təkərin partlaması və yaxud da ki, istənilən halda kiçik sürətlə təkərin partlaması və yaxud da ki, qəza şəraiti törədir və bu çox
çox böyük təhlükədir, hansı ki çox pis nəticələrə gətirib çıxara bilər.